videoda gördüyünüz o üzdən İraqa Azərbaycanda 70% qadın toplusu var. Onlara demək istəyirəm ki, başa düşürəm sizin evinizdə kişi yoxdur, qardaşınız yoxdur, atanız yoxdur, əminiz, dayınız yoxdur, var yoxunuz, nəsliniz, kökünüz yoxdur, başa düşürəm. Amma 70% ki, o üzdən İraqın səhifəsində, canlısında ona hədiyyələr atırsınız, o bahal-bahal hədiyyələr atanlar var ha. Onlara demək istəyirəm ki, yaman bomba şeysiz asız. Baxıram Vəlizarın canlısında, elə belə də yəni mənim marağımda deyil, sadəcə girirəm elə belə görürəm bunun canlısında nə qədər bizim bu Azərbaycanda bu 70-60% o qadın özlərinə xanım deyib gəzənlər var ha. Görün nə qədərdir orada Vəlizarın canlısında. Baxıram orada 40 min, 50 min, 60 min bomba şeylər var. Vur dallarına şilləni, vur üzlərinə belə, üzlərinə vur. Vur gözlərinə, vur burnuna, qulağına. Sizlərin genə deyirəm, 70%-imizi ermənilərə vermək lazımdır. Tüpürüm sizin şərəfinizə, qeyrətinizə, mənliyinizə, sizin laqeydiniz yoxdur. Bir üzdən İraqa siz bu qədər dəstək verirsiniz, hədiyyələr atırsınız. İndi deyəcəksən ki, paxıllıqdan danışır. Yox, paxıllıqdan danışmıram. Sən nədən danışıram? Sizin kimi şərəfsiz bir qeyrətlərə görədir ki, bax, bugün günləri Azərbaycanda 30-40% səfil həyatı, pis vəziyyətdə yaşayanlar var. Pis vəziyyətdə, pis durumda yaşayanlar var. Azərbaycan dövləti də görür ki, fakt bugün günləri üzdən İraqa 70% o qadın toplusu dəyər verir. Yəni görür ki, bugün günləri bir üzdən İraqa bu boyda hədiyyələr gedirsə, yəni o hədiyyələr pulla alınır da, yəni kart hesabına daxil olursan, TikTok üzərindən, bax bu belə plastik kartla ödəniş edirsən, hədiyyəvi alırsan və həmin o üzdən İraqada iyanə edirsən, düşlər demişsən, yəni hədiyyə atırsan. O hədiyyəni də o pula çevirir, çıxardır, gedir, öz kayfını görür, öz kefini görür. Sonra da deyirsiniz ki, üzdən İraq köməkli elədi. Üzdən İraq harada işləyir ki, köməkli elədi? Harada işləyir? Hansı yerdə işləyir? Dönərxana işlədir, moyka işlədir, çayxana işlədir, restoran işlədir. Nə ilə eləyir onu? O 70% o evində kişisi olmayan var, qardaşı olmayan o xanımlar, əstağfurullah, qadıncığazlar var, qadıncığazlar. Onların atdığı hədiyyələrlə. O qadınlar var, gözəllik salonu işlədir, bəziləri. Gözəllik salonu işləyənlərin bəziləri, nə bilim, hardasa işləyənlərin bəziləri girirlər onun canlı yayımında, ona hədiyyələr atırlar. Bu da sizə mənim peçatlı sözlərim. Yayın bu videonu geçsin.